Azərbaycan hakimiyyəti saysın ki, Tofiq Yaqublu nə qədər söyüşsü, Əli Kərimlinin neçə dənə təhqirin Azərbaycan xalqı bilir. Və yaxud da Ələsgər Məmmədli hüquqşünas ifadələri zərrəbindən seçən hüquqşünas. Kimin anasını söyür, kimin bacısını söyür. Bunu ona görə xüsusən deyirəm ki, Qənimət bəy, indi bunlar saxta bir qurulğan yaradıblar ki, bu müxalifət budur da, bunlar hakimiyyətə gəlib bizim anamızı, bacımızı söyəcək. Söymək yox, onu edirlər. Bax, qızlara, dustaq qızların hadisəsini saydım. O ritorikayla danışmayan adamları Azərbaycan hakimiyyəti daha qəddar formada cəzalandırır. Əli Kərimliyə atılan iftira, onunla birgə həbs olunan Məmməd İbrahimə atılan iftira söyüşdən yüngüldür. Adamların həyatından uğurlamaq, onları çörəklə imtihana çəkmək balaca məsələdir ki, burada bir etik, əxlaqi meyar pozultusunu görən yoxdur. Və kim də düşünürsə ki, bunu susturmaq, bunu qabağını almaq mümkündür, bu qaba yolla yanılır. İran hakimiyyəti nə qədər, istər İranın indiki hakimiyyəti, istər də bundan əvvəlki Şah hakimiyyəti, adamları güllə varan eləyirlər, hamının gözünün qarşısında asırlar, nə bilim topa qoyub atırlar. Rusiyanın özündə, yəni Çar Rusiyasının dövründə etirazçıları, müxalifətçiləri necə öldürürdülər, ailəsi ilə, özü ilə yürüyürdülər. Sovet İttifaqının zamanında. Axırı nə oldu? Zülüm çökür və uzada bilər, prosesi uzada bilər, amma İlham Əliyev də bilməlidir, biz də bilməliyik ki, proses uzandıqca onların üzərinə yağacaq lənətin, nifrətin miqdarı da artır. Nə qədər gec deyil, dayanılmalıdır və bu çağırışla mənim Azərbaycan hakimiyyətindən dayanacağını da düşünməyim biraz sadəlövdür. Yol nədir, çarə nədir? Cəmiyyət güclənməlidir, müqavimət artmalıdır. Azərbaycan hakimiyyəti görməlidir ki, cəmiyyətin təşkilati bir gücü var. Qənimət bəyin xatırlatdığı o proses ki olmuşdu 2003-cü ildə. Yəni 2003, bəlkə də 2002. Ki Azərbaycan hakimiyyəti total formada televiziyaları ilə müxalifəti səviyyəsiz, öz mənəviyyatına uyğun şəkildə təhqir edirdi və onun qarşılığın bir neçə qəzet verməyə başladı. Məhdud tirajla, nə bilim 7 minlik, 6 minlik. Onda nə oldu? Onda hakimiyyət Mətbuat Şurası və bir neçə ictimai siyasi xatimi ortaya atdılar. Hörmətli Qənimət bəy də o prosesdə idi. Ki, centilmen sayağı kompromis əldə olundu ki, siyasi ritorikadan bu qeyri-etik məsələlər dayansın. Onu da başlayan hakimiyyət idi. Hakimiyyət dayandıran kimi o telekanalizasiyası vasitəsilə bu bir tərəfdən də atəşkəs olundu. Amma bu ona görə başa gəldi ki, Qənimət bəy, o zaman istər vətəndaş cəmiyyətinin, istər müxalifətin, istər ümumiyyət cəmiyyətin müqaviməti var idi. Hakimiyyət ondan alternativ media vardı. Alternativ var idi. Bəli. İndi təəssüf ki, onu hələ ki Azərbaycan hakimiyyəti görmür. Yəni təşkilatlanmış formada görünür. Ayrı-ayrı atomar halla Azərbaycan insanlarının, mən deyərdim ki, etirazı 2003-dən də qüvvətlidir. Azərbaycan insanları yəni yüngülvari monitorinq eləyəndə onların yazdıqları hələ bu qədər qorxu şəraitində amansızdır. Dözülməzdir ki, Azərbaycan hakimiyyətinə necə qəzəb püskürürlər. Bəli, ola bilsin ki, İlham Əliyevin adı çəkilmir, amma hamı bilir ki, tutaq ki, Sahil Babayevə, hansısa dılğır deputata, nazirə, məmura yönələn hiddət İlham Əliyevin siyasətinə yönələn hiddətdir. Sadəcə ad hələ biraz qorxuludur, onun adını çəkmirlər, məmurlarına, nazirlərinə və s. deyirlər. Yəni, müxalif ab-hava 2003-dən qat-qat güclüdür. Burada sosial səbəblər